eyni hərflərin eyni rəqəmlərə uyğun gəldiyini deyir. Deməli, burada eyni rəqəmlər müxtəlif hərflərə uyğun gələ bilər. Bu verilənlərdən 7-yə bölünənlər bunlar, bölünməyənlər bunlardır. Burada indi cüt və ya kəsr olanları özü vermişdi. Ümumi hərflərdən cüt və ya kəsr olanları çıxsa, tək olanlar bunlardır. Bölən zaman, 4-ə bölən zaman. 2 rəqəmləri özü vermişdi. Ümumi hərflərdən bunları çıxsaq, yerdə qalanlar 1 rəqəmlər. Kvadrat kök çıxanlar, çıxmayanlar. Kub dərəcəsindən çıxanlar bunlar, çıxmayanlar bunlar. 88-90-cı suallarda. Deyir, 88-də nan sözünün hərflərini tək-tək tap və onları neynə topla. Birinci başlayaq məsələn A hərfindən. A hərfi baxıram 1 rəqəmlidir. Eyni zamanda A-dan kvadrat kök çıxır. 1 rəqəmli və kvadrat kök çıxan ya 1, ya 4, ya 9. Gəlib baxırıq görək, kub çıxır yoxsa yox? Kub da çıxır. Kub da çıxırsa, nə 4-dən kub çıxmır, nə 9-dan, 1-dən çıxır. Deməli, A 1 imiş. Baxırıq N hərfinə. N birinci baxıram 1 rəqəmlidir. N-dan kvadrat kök çıxmır. Amma kub köklə çıxmır. Amma nə olmalıdır? 1 rəqəmli olmalıdır. Baxıram 7-yə bölünən ədəddir. 1 rəqəmli və 7-yə bölünən ədəd bir dənə 7-nin özüdür. Deməli, N 7 olmalıdır. Bunları toplasaq, 88-ə cavab olacaq 15. 89-da burada A-ları tapmışdıq 1 idi, N isə 7 idi. T-yə baxsaq. T yenə 1 rəqəmlidir. T-dən kvadrat kök çıxır. 1 rəqəmli və kvadrat kök çıxan 1, 4, 9-dan biridir. Bundan əgər kub kök çıxırsa, deməli, burada kub kök çıxan 1 həm kvadrat, həm də kubu var. Deməli, T də 1 olmalıdır. Eyni hərflər, eyni rəqəmlər müxtəlif hərflərə uyğun gələ bilər. L hərfinə baxaq. L hərfi 1 rəqəmlidir və kvadrat kök çıxır. Deməli, bu da 1, 4, 9-dan biridir. Və bu L-dan kök çıxmır, 3-cü dərəcədən. Deməli, 1 deyilmiş, ya 4 ya da 9 ölmüş. Gəlib burada baxsaq, 4-ə böləndə tək ədəd alınanların içərisində L varsa, 4-ü 4-ə böləndə 1 alınır. Yəni, tək ədəd alınır deyə, onda biz L-nı 4 götürməliyik. Bunları toplasaq, bu bizə verəcək 14. 89-cu sualda cavab 14-dür. Burada 90-da A-nı bilirik, A 1-dir. Bəs B. B 2 rəqəmlidir. Və kvadrat kök çıxmır. B-dən amma kub kök çıxır. Nəyin kubu var? 100-dən kiçik ədədlərdir bu arada bunlar. Bu hərflərin hamısı 100-dən kiçik olmalıdır yəni. 1-in kubu 1, 2-nin kubu 8, 3-ün kubu 27, 4-ün kubu 64. 5-in kubu artıq 100-ü keçdiyinə görə bu 4 dənəsindən biriymiş. B bu 4 dənəsindən biridirsə və bunun kvadrat kök çıxmayanların içərisinə daxildirsə, 64 və 11-i götürməməliyəm. B əgər 2 rəqəmlidirsə, 8-i də götürmək olmaz. Nəyə götürəcəyik? 27-dir. Deməli, B olur 27. Z hərfinə baxsaq. Z 2 rəqəmlidir və Z-dən kvadrat çıxır, kub da çıxır. Kub çıxırsa, bu 4 bayaq yazdığım 1, 8, 27 və 64-dən kub çıxarmış. Əgər bundan kvadrat da çıxırsa, ya 1-dir, ya da 64. Həm kvadrat, həm kub çıxan ədədlər. Baxırsan, 1 rəqəmli yoxsa 2 rəqəmlidir. B əgər 2 rəqəmlərin içərisinə daxilsə, deməli B 64 demiş. Evet, baxsaq əgər,